Sözsüz ki, ölən adam üçün dua eləmək ki, ona Allah rəhm eləsin və s. ancaq müsəlman üçün olur. Necə Allah Subhanahu taala Tövbə surəsində buyurur ki: "Mə kənə lin-nəbi vəl-ləzina əmenu ən yestəğfirul-müşrikîn və ləv kanu li qurba." Yəni peyğəmbərə və möminlərə yaraşmaz, düzgün deyil ki, onlar ölən müşrik üçün istiğfar dua eləmək. Yəni Allah onu bağışlasın. Hətta onların yaxın qovumları olsa. Ona görə necə bəzi təfsirlərdə gəlir, bu ayə Əbu Talib üçün nazil olmuşdu. Əbu Talib Peyğəmbər sallallahu əleyhi və səlləm əmisi, çox sevdiyi əmisi. Lakin istəyirdi onun üçün dua eləsin, Allah Subhanahu taala qadağan elədi. Lakin fitrət əhli nədir? Fitrət əhli yəni o kəsdir ki, ona haqq din çatmayıb və o halda ölüb. Onlar ayrıca imtahana çəkiləcəklər. Həmçinin ora aiddir, məsələn, qeyri-müsəlmanlar uşaqları, ağlı itirən insanlar belə doğulublar. Yaxud din gəlib, lakin gələndə artıq o qədər qocalıb ki, başa düşməyib və s. Lakin ona dua eləmək ki, onun fitrət əhlindən eləsin, sən elə bil ki, indiki onun hökmünü dəyişdirmək istəyirsən. Bu əgər insan qeyri-müsəlman ölübsə, sən elə bil ki, dəyişdirmək istəyirsən ki, onu fitrət əhlindən elə. Çünki fitrət əhli başqa, kafir başqa. Yəni onlar fərqlənir ümumən. Düzdür, fitrət əhlidir, ümumi müsəlman deyil, kafirdir. Və lakin onun fitrət əhli olub olmamağı artıq keçdi. Sən indi heç onu dəyişdirə bilmərsən. Bu nəyə bənzərdir? Kafir ölür, sən desən ki, ya Rəbbi, onu müsəlman elə, müsəlman kimi öldür. Bu artıq öldü kafir kimi. Necə onun üçün belə dua edə bilərsən? Başqa məsələdir ki, Allah Subhanahu va Taala ola bilsin hansı bir kafiri həqiqətən fitrət əhli olubsa, Allah Subhanahu imtahan çəkəcək. Allah adildir. Allah Subhanahu va Taala biz bilməliyik ki, bu bizdən olan əməllər, məsələn, dua eləmək və ya eləməmək, Allah onsuz adildir. Sən dua eləsən də, əgər o layiq deyil o duaya, Allah Subhanahu qəbul etməyəcək. Aydındır? Və yaxud da əksinə, heç kim dua eləməsə, mömin kimi ölübsə insan və yaxud həqiqətən fitrət əhli olubsa, haqq istəyibsə, Allah Subhanahu imtahan çəkəcək onu orada və cənnətə salacaq. Ona görə bu əməllər zahir əməllərdir. Düzdür, mömündürsə, əlbəttə ki, sənin dua eləməyin həm özünə savabıdır, həm onun üçün şəfaət ola bilər. Bu sənin üçün ibadət. Amma qeyri-müsəlman ölübsə, o onu Allah'a tapşırır. Biz deyə bilmərik ki, bəli, o dəqiq cəhənnəm əhli olacaq. Məsələn, ola bilsin öləndən qabaq tövbə elədi. Onda sən dua elə ki, yəni onu o kəslərdən elə ki, öləndən qabaq tövbə eləsin. Belə də ola bilər də. Sən bilmirsən axı. Bu axı artıq keçib. Ona görə artıq keçən şey üçün sən indi dua elə bilmərsən. Aydındır? Bu bütün məsələlərə aiddir. Bu ona görə duada qardaşlar belə bir anlayış var. El-i'tida fi-dua. Yəni duada həddini aşmaq. O həddi aşmaq çoxdur. Məsələn, eyni tutaq ki, kafir üçün öləndən sonra dua etmək o həddi aşmaqdandır. Və həmçinin mümkün olmayan şeyi tələb etmək. Məsələn, dua edirsən ki, ya Rəbbi, mənə məsələn övlad ver evlənmədən. Qadınla olmadan mənə bir dənə övlad ver. Məsələn, bu hamısı həddi aşmaqdır. Mümkün olmayan şeydir. Bu da bir şeydir. Bu artıq keçib. Keçmişi dəyişdirmək mümkün olmayan şeydir. Məsələn, dua edirsən ki, ya Rəbbi, belə elə ki, mən tutaq ki, başqa ölkədə doğulum. Sən artıq doğulmusan. Sən necə onu istəyə bilərsən? Bu da ona bənzərdir. Yəni bu duada həddi aşmaqdır.